Musa Peyğəmbər qıtlıq idi, yağış yox idi. Allah dedi ki, çıxın çöldə yağış namazı qılın. Musa Peyğəmbər hamıya dedi ki, gəlir. Çıxdılar çölə. Namazı başladılar, duanı oxudular, yağışdan xəbər olmadı. Yağış gəlmədi. Allah dedi ki, ya Musa, o cəmaatla ki, çıxıbsan, namaz qılırsan. Onun içində bir günahkar var. Nə qədər o oradadır, dua qəbul olmayacaq. Bir xəbərçi var sizin içinizdə. Onun işi budur ki, bundan ona xəbər aparar, ondan buna xəbər gətirər. Odur ki, qəbul olmayacaq. Musa deyəsən burada sadəlik elədi, indi düzdür Peyğəmbərdir, amma sadəlik elə belə başa düşülür da, indi deyim ki, eləyib sadəlik eləməyib də səndə. Musa dedi ki, ilahi, yaxşı, onda o kimdir? Deyim, mən gedim onu çıxardım. Allah dedi, mən deyəm, o xəbərçidir. Sən mənə deysən, mən xəbərçilik edəyəm. Mən demərəm ki, o kimdir. Mən desəm, olar xəbərçilik. Məyər Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində münafiqləri Allah Rəsuluna bəyan edən uca Allah deyildimi? Necə ki, uca Allah münafiqin surəsində buyurur.